uşaqlar, növbəti sualımıza baxaq. Bizə ABCD kvadratında AD'nin və MDC bucaqlarının bərabərliyini göstərir. Biz bilirik ki, kvadratın hər bir bucağı 90 dərəcədir. Bu bucaqlar bərabərdirsə, deməli, bunlar hər biri 45 dərəcədir. 45, 45. Digər tərəfdən bizə MD'nin 11/2 olduğunu deyir. MD 11/2. AK'nın da 6 olduğunu göstərir. Bizdən də soruşur BK. BK sual. Baxaq görək bunun asan yolundan necə edə bilərik. Mən burada M-dən AD-yə tərəf bir dənə hündürlük çəkəcəm. Hündürlük çəkdim. Bura 45 isə uşaqlar, burada 45-dir. Biz 45-45-90-ın xassəsini yadımıza salmalıyıq. Əgər hipotenuz 11/2 isə, deməli katetlər 11 və 11-dir. Digər tərəfdən də K-dan MH deyək buna. MH-a bir dənə hündürlük çəkirəm. Şöyle bura 45 isə, bura 90 etdi. Buradan da 45 olur. Burada olacaq 45. Burada olacaq 90. Bax, bura 6 verib buranı. Burada onda 6'dır. Yuxarıda qalan hissə olacaq 5. Bura 5 isə, burada olacaq 5. Paraleldir. Burada bir dənə düz bucaqlanır. Bura 5 isə, onda burada 5 olur. Ümumi bu tərəfimiz neçə olacaq? 16. Buranın da 6 olduğunu biliriksə, burada olacaq 10.